Hörmətli şəhid ailələri, qazilər, qonaqlar, hər birinizi salamlayır, hər vaxtınız xeyir olsun deyirik. Bilirsiniz ki, 30 iyun Azərbaycanda sevgililər günü kimi qeyd olunur. Hansı ki, bu İlham və Fərizənin sevgi dastanından yola çıxaraq 30 iyun sevgililər günü kimi Azərbaycanda qeyd olunur. Və diqqətinizə çatdırdım ki, bugünkü tədbirin məqsəd və qəramı barədə məlumat verəcəm sizə. Deməli, əsgər ailələri cəmiyyəti və vətənpərvərliyin tədbirli ictimai birliyinin Sədaqətin Sükutu adlı proqramı var. Hansı ki, bu proqram Bakı, Abşeron, Zaqatalada keçirilir və bugün Ağstafada davam etdirilir. Və bilirsiniz ki, Ağstafada bizim vətən uğrunda şəhidlərimiz çoxdur. Onların hər birinin dərin hörmət və ehtiramla qəbul edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bir Vəli Mustafayev var, Ağstafadın şəhid tanrısı. Bu əsərlər biz Azərbaycan qadının məhəbbəti, sədaqətidir ki, bu sevginin qazanıcıdır. Gəlin öncə Azərbaycan Respublikasının dövlətini səsləndirək, sonra davam edəcək. Sən dur. Ulan dərk eyləməliyi, vətənin azadlığı, suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin. İlham və Fərizənin sevgi dastanı onların 2023-cü il lokal xarakterli antiterror əməliyyatlarının şəhidi arzusuna qovuşan Vəli. Qəlbində daşıdığı iki arzudan biri azad vətən torpağı, digəri isə könül verdiyi arzu idi. Vətən sevgisi, könül sevgisindən qalib gələn Vəlinin uşaqlıq arzusu idi düşmən üzərində qələbə çalmaq. Bu arzu üçün uşaqlıqdan çalışırdı Vəli. Uşaqlıqdan idmanla məşğul olan gənc qəhrəman 2015-ci ildə Ərfonda idman üzrə birinci ildə çıxırdı. Şəhid haqqında onun həyat hekayəsi haqqında ətraflı video materiallar izləyəcəksiniz. Buyurun təqdim edin.
arzusu yaxşı idmançı olmaq idi Vəli Mustafazadənin. Uşaqlığından bu arzusunu həyata keçirmək üçün çalışıb və istədiyinə də nail olub. Kickboks üzrə yarışlarda iştirak edib və mükafatlar qazanıb. Taleyinə şəhidlik yazılan qəhrəmanımız kickboksing üzrə şəhidlərin xatirəsinə həsr olunan yarışın da qalibi olub. Gözəl idmançı oldu, 9 yaşından kickboksa getdi, gözəl nailiyyətləri oldu, medalları oldu, diplomları oldu, axırda qara kəmərini qazandı. İdmanda qazandığı uğurları əskər kimi də davam etdirməyi arzuluyurdu. Bu arzusuna da çatdı. Ötən ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirində iştirak etdi. Torpaq bütövlüyümüzü tam bərpa edənlərin sırasında oldu və şəhidlik zirvəsinə ucaldı. Lokal tipli antiterror əməliyyatı Vəli üçün yağı düşmənə qisas almaq üçün şərait yaratdı. Vəli Ağdam rayonu Sırava kəndində şücaət göstərdi. Qəhrəmancasına verilən tapşırıqları yerinə yetirdi. Mənfur düşməni artilleriya zərbəsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Vəli igidliyinə görə qəhrəmanlığı ilə tarixə yazıldı. Vəli uşaqlıqdan ailəsinin fəxri olub. Onun uğurları ilə seviniblər. Ailəsi və yaxınları indi də onunla qürur duyurlar. Mən Vəli ilə Vəli dünyaya gələndən fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Vəli kimi oğlun atasıyam. Mən vətənə oğul böyütdüm. Vətən üçün son damla qanına qədər Vəli vətənini sevərək döyüşdü. Və şəhidlik zirvəsinə ucaldı. Mən qardaşımla fəxr edirəm. Yaxşı ki, mən Vəlinin bacısıyam, şəhid bacısıyam. Həmişə fəxr eləmişəm, indi də fəxr edirəm. Vəli Mustafazadənin daha bir arzusu vardı. Sevdiyi qız Arzu adında. Ailə quracaqdılar. Bir ömür birgə yaşayacaqdılar. Amma qismət olmadı. Buna baxmayaraq ayrılmadılar. Vəlinin şəhid olduğunu eşidən Arzu da ölümü seçdi. Hər ikisi Ağstafanın Qarahəsənli kəndində qoşa dəfn olundu. Dastan oldular, nağıl oldular. Bu dünyada qovuşmadılar. Amma Arzu qoymadı onu, Vəliyi qoymadı tək qalsın. Vəli Arzu dastanı yarandı. İkisini də, nə deyim, yəni onlar sübut elədi ki, həm oğlum igid oldu, gəlinim sevgisinə sadiq oldu. Vəli Mustafazadə döyüşlərdəki şücaətinə görə Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif olunub. Onun Arzu ilə sevgisindən də bir dastan qalıb. Heç zaman unudulmayacaq. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər. Deyirdim nə vəziyyətdə gələcəksin, tək nəfəs üstündə gəlsin. 3 gün mənim ağzıma çörək su dəymədi, dedim Vəli gəlsin sonra, Vəlidən xəbər çıxmasın. Vəlidən xəbər, dedilər yaxalıdır, dedilər adı yoxdur, ay Allah, mən 3 gün öldüm, dirildim. Dedilər birinci yaralıdır, Allah'a şükür dedim, şükür Allah tək yara olsun, tək yara olsun. Ama xəbər gəldi, mənim Vəlim şəhid olur. Mənim Vəlim şəhid olur. Ölkəmizdə Sevgililər Günü kimi qeyd olunur.
Bu tarix ölümsüz sevginin rəmzinə çevrilmiş 20 yanvar şəhidi İlham və onun sevgilisi Fərizənin xatirəsini yaşadır. Onların sevgisi illərdir dillərdə dastandır. Amma bu torpağın qoynunda elə sevgi hekayələri də yatır ki, onları hələ çoxları tanımır. Akstafadakı məzarlığın sükutu insanı ilk addımdan düşüncələrə qərq edir. Yan-yana uzanan iki məzar. Birində vətən uğrunda canını fəda edən şəhid Vəli Mustafazadə, digərində isə sevgisinin ayrılığına dözə bilməyən Arzu Oruçzadə. Onların da arzuları vardı. Gələcəyə dair qurduqları xəyallar, birlikdə yaşamaq istədikləri bir ömür vardı. Amma vətən müharibəsi bu sevginin taleyini dəyişdi. Vəli Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu. Bu xəbəri eşidən Arzu isə ayrılığı qəbul edə bilmədi. Son ürək sözlərini bir kağız parçasına yazdı və özünü xırdalanda 8-ci mərtəbədə binadan ataraq intihar etdi sevgilisinə qovuşmaq üçün. Bu acı xəbər hər iki ailəni sarsıtdı. Sonra isə çox ağır, amma bir o qədər də təsirli bir qərar verildi. Arzunun valideynlərinin razılığı ilə onun nəşi Bakıdan Akstafaya gətirildi və Vəlinin yanında torpağa tapşırıldı. O gün iki bədən deyil, iki ruh qovuşdu. Bugün həmin məzarların önündə dayananda anlayırsan ki, bəzi sevgilər zamanın hökmünə də boyun əymir. Çiçəklər solur, illər keçir, amma sevgi yaşayır. Elə buna görə də Vəli və Arzunun hekayəsi də Fərizə və İlhamın ölümsüz sevgisi kimi yaddaşlarda yaşamağa layiqdir. 30 iyun təkcə sevənlərin bayramı deyil, bugün həm də vətən uğrunda yarımçıq qalan ömürlərin, ayrılığa məğlub olmayan sevgilərin günüdür. Vəli və Arzu sübut etdilər ki, həqiqi sevgi bəzən ömürdən də uzun yaşayır. Onların qovuşduğu yer həyat olmadı, amma əbədiyyət oldu. Bu torpaq isə həmin sevginin səssiz şəhidi olaraq qalır. Sevgi nədir? Bəzən bir məhəbbət toz şəkilləri ilə yox, göz yaşları ilə yadda qalır. Bəzən ağ gəlinlik geyinmək qismət olmur, amma sevgi yenə də ömrün sonuna qədər ürəkdən silinmir. Bu ən böyük sevgilər bəlkə də dillərə dastan olanlar deyil, ən böyük sevgilər heç vaxt tamamlana bilməyən, yarımçıq qalan, amma heç vaxt unudulmayan sevgilərdir. Çünki həqiqi sevgi zamanın deyil, xatirələrin içində yaşayır. Ayrılıq bədəni ayıra bilər, amma ürəkdə yaşayan sevgini heç vaxt öldürə bilməz. Şəhid Vəli və Arzu kimi. Ruhları şad olsun. Bugün 30 iyun sevgililər günüdür. Gününüz mübarək olsun. Böyük sevginiz və ruhunuz qarşısında baş əyilənmə. Sevgi və sayğılarımla Roza Əli qızı, Akstafa rayonu Qarasəmli kəndi. Bir dəfə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümumiyyətlə fikir verirsinizsə, bütün şəhidlərin şəklinə baxırsan, onların sanki bir baxışında min məna var. Çox təsirlidir görüntüləri izlədik. Bir də Allah rəhmət eləsin və çıxışçılarımızı deyəcəksiniz. Onlar da bütün şəhidlərimizdən Vəli və Arzunun sevgi dastanını danışacaq. Roza Əli qızı, Əskər Ailələr Cəmiyyəti və Vətənpərvərliyin Təbliğ İctimai Birliyi sədri, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı. Buyurun. Hər birinizi salamlayıram. Bizim bugünkü tədbirimizdə iştirak edədiyiniz üçün çox sağ ol deyirəm sizə. Tədbirimiz rəhbəri olduğum Əskər Ailesi Cəmiyyəti Vətənpərvərliyin Təbliğ İctimai Birliyinin təşəbbüsü və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xətti ilə keçirilir. Təşkilatımız haqqında qısaca bir məlumat verim sizə. Bu təşkilat 92-ci ildə, yəni qanlı qadalı günlərimizdə səngərlərdə təsis edilir, səngərlərdə yaranır. Necə ki, o vaxtlar tez-tez cəbhə bölgələrində olardı, əskərlərlə görüşərdik, onlardan məktublar yığardıq, valideynlərinə götürərdik, valideynlər
görülüb elə bir təşkilatı yaradaq. 92-ci ildə səviyyələrdə yəni bunun görülməsi təsis edilir və sonra proqram hazırlayıb dövlətə müraciət eləmişik, qeydiyyatdan keçirilir. Bu 30 ildə biz nələr gördük, nələr yaşadıq. Xalqımızın arzularına, dərdlərinə, gözyaşlarından şahid olduq. Onlara mənəvi dəstək olduq, təsəlli olduq. Təşkilatımızın xətti ilə tez-tez əsgərlər arasında görüşlər keçirildi, yardımlar apardıq, konsert proqramları təşkil edərək onlara ümid verərək, qələbəyə səsləndirməyə hər zaman biz dəstək olduq. Məqsədimiz isə, təşkilatımızın məqsədi ordu quruculuğuna xidmət etmək, əsgər və zabitlərimizin hüquqlarını, eləcə də onların ailələrini, hüquqlarını müdafiə etmək, dəstək olmaz. Bugünə qədər, 32 ildir artıq biz bu işlə məşğuluq. Bir ayağımız cəbhə bölgələrində olub, bir ayağımız isə xarici ölkələrdə, Türkiyədə, Avropada, Qarabağ gerçəkliklərini anlatmışdır. Hansı ki, ermənilər öz vəhşiliklərini, ölkəmizə qarşı elədikləri, bəşəriyyətin görmədiyi vəhşilikləri özləri edərək, xalqımıza qarşı onu yalanlarını, bəlkə onu biz etmişik, dünyaya yayırlar. Biz isə öz səsimizi dünyaya yaymaq üçün addımlar atdıq, universitetlərdə, məktəblərdə görüşlər keçirdik, Xocalı soyqırımını belə bir salonda konferanslar verdik, ermənilərin xalqımıza elədikləri işgəncələri eləcə slaytlarla nümayiş etdik və göstərdik ki, həqiqətən Ermənistan işğalçı Ermənistan torpaqlarımızı, bizi duran yerdə insanlarımıza zülm etmişlər, yurt yuvasından didərgin salmışlar. Çox azlar yaşadık, çox ağırlar gördük. Şükürlər olsun ki, Ali Başkomandanın əmri ilə Azərbaycan ordusunun cəsur hərbçilərinin gücü ilə torpaqlarımız işğaldan azad edildi. Biz bu tədbirləri çox keçirdik, vətənpərvərlik əsasında. Amma indi müharibə qurtardı, zəfərdən sonra isə biz tamam başqa bir istiqamətə bu yolda canını fəda etmiş şəhidlərimizə, şəhid abilərimizə dəstək oldu, qazilərimizə dəstək oldu. Bu isə fərqli bir proqram. Şəhidlərimizin dul qalmış qanunlarını şəhidə sahib çıxmasından, sədaqətindən, övladlarını alın təri ilə, namusu ilə, qeyrəti ilə böyüdərək, o şəhid adını uca tutan xanlarımızı istədik önə çıxardaq. Milli mənəvi dəyərlərimizi əks etdirən, yaşadan, sədaqətli vəfası ilə seçilən Azərbaycan xanlarını, hansı ki, bu xanların içərisində canını fəda edən şəhidinin yolunda canına verən xanımlar da vardır. Bu xanımlardan biri də Azərbaycan ordusunun cəsur əskəri, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidimiz Vəli Mustafayev və onun sevgilisi Arzu Oruçsadayev. Vəli şəhid oldu. Sevgilisi isə bu yoxluğa dözə bilmədi. Canına qıydı. Xırdalanda 8 mərtəbəli binadan özünü ataraq intihar etdi. İntihar etdi ki, sevgilisinə qoşulsun. Bax, bu gün 30 iyun sevgililər günüdür. Hamımız 20 yanvar şəhidi İlhamı və onun xanımı canına qıyan, onun yoxluğuna dözə bilməyən, intihar edən Fərizəni yaxşı tanıyır. Sevgi dastanı yazan Fərizəni. Çoxları hamı tanıyır onu, amma tanımayanlar da var. Arzu kimi cəsur, sevgisinə sədaqətli olan Arzu xanım Fərizənin davamçısıdır. Biz də istədik onu tanıdaq. Neçə vaxtdır sosial şəbəkələrdə paylaşımlar edirik, qəzetlərdə, saytlarda onların haqqında yazılar yazılır. Bugünkü tədbirimiz də
elə onlara həsr edilir. Mən bu ailəyə, yəni 2 gündür bu ailənin qonağıyam. Hər gün onların hər bir ailə üzvləri ilə söhbət edirəm, göz yaşları dayanmır. Anamın bu sözü isə, yəni heç unutmuram. Deyir ki, bir təsəvvürüm var, oğlum orada tək deyil. Yəni, bildiyiniz kimi, bayaq ki, o süjetdə deyənən süjetim idi ki, orada izah edirəm ki, bu hadisə hər iki ailəyə təsir elədi, hər iki ailəni sarsıtdı, amma ondan da daha bir ağır bir qərar verildi. Arzunun, yəni nəşri Bakıdan gətirildi, Vəlinin oyduğu məzarlıqda, yəni onun yanında dəfn edilsin. Belə də etdilər. Və ana deyir ki, mənim yeganə təsəvvürüm budur ki, indi oğlum orada tək deyil, gəlinin də onun yanında qoyur. Allah hər ikisinə rəhmət eləsin. Dünəndən bu ay yəni çox paylaşımlar edir, çox danışır. Mən bu Ağstafa rayonuna gələndə, İcra Hakimiyyətinə getdim, öncə əlaqə bu tədbiri keçmək üçün müraciət elədim. İcra Hakimiyyəti, şəhid ailələri və qazilərlə iş şöbəsi, Ariz müəllimlə əlaqə saxladım. Ariz müəllim, bəli, Ariz müəllim çox gözəl gəlimizi qarşıladı. Onunla getdik, Ağstafa rayonunda işlədiyi şöbədə görüşdük və sonradan yaxından tanış olanda öyrəndik ki, Ariz müəllim özü elə müharibə veteranı. Həmişə deyilən, tədbirlərdə dediyim kimi bugün də deyiləm ki, müharibənin ağrı acısını anlamaq, yaşamaq üçün gərək özün o ağrı acıların içində olasan, onun şahidi olasan, onu yaşayasan. Müharibə nədir? Hər adam müharibənin nə olduğunu anlaya bilmir. Müharibə, o beləcə göz yaşları içərisində yaşamaq, hər an həyəcan, stres içərisində olmaq, əlləri dostlarına, yaxınlarını, doğmalarını göz önündə itirmək və onu torpağa bastırmağa belə macal tapmamaq. Budur müharibələrimizin qarşısında baş əyirəm, onlara biz borcluyuq. Onlar olmasaydı bu zəfəri biz yaşamazdıq. Ruhları şad olsun, həqiqətən çox təsirləndim. Yəni, yaxşı olar ki, Ariz məndən siz davam edəsiniz. Çox təşəkkür edirik iştirak və çıxış üçün. Bildiğim ki, bugün dövlət tərəfindən Vafiq sərəncamı ilə deməli, səhirləmlərimsə Ağstafada 35 nəfər şəhid vətən uğrunda xidmətə görə 3 dərəcəli medalı ilə tərtib olundular 35 nəfər Ağstafada. Və ətraflı Aliz Qərməli çıxışında deməyəcək, Ağstafa rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdürü. Buyurun arzular. Qazilərimiz, veteranlarımız, rayon sınır nümayəndələri, hər bizi sağlayıram. Mən Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimiz Allah şəfa versin. Allah veteranlarımız olsun. Bildiyiniz kimi, bugünkü tədbirimiz Roza Əliqızı Bakı şəhərindən Ağstafa rayonuna gəlirdi. 500 kilometr yol qət edib gəlirdi. Məqsəd burada şəhidlərimizin adını yaşatmaq və etibarlı şəhid tanrıları necə ki şəhidlərimizə sadiq olurlar. Bu mövzuda bir gözəl tədbir təşkil olundu. Roza xanım, mən sizə minnətdarlıq edirəm, təşəkkür edirəm. Həqiqətən çox məsuliyyətlə yanaşdınız bu işə və ya siz özünüz vurguladınız. Bir ay öncədən biz dəfələrlə telefonla əlaqə saxladıq. Aynen bu işi nə deyilək, nə tərəklər, bundan problem olar, belə olar, dedim Roza xanım, heç bir narazı olub. Hətta şəhid adası Ceyhun qardaşla mənlə əlaqə saxladı, Ceyhun qardaş, qəti ilə şəhid ailələrimiz sağ olsun. Bir dənə mən qurbasa satmışam, hamısı icadilər, əksəriyyət icadədə iştirak edirlər. Bütün burada iştirak edən qonaqları hər birinizə mən öz minnətdarlığımı bildirirəm. Bütün onlara məktəbin kollektivindən, mübarizələrlə minnətdarlıq edirəm. Dünəndən həqiqətən çox həyəcanla, məsuliyyətlə öz işin ödəqəsindən gəldi. Var olun, sağ olun. Mən deyim ki, bizim Ağstafa rayonunda şəhid hanımları var. Şəhidlərimiz Ağstafa rayonunda yaşayır. Məsələn, Övlü kəndindən Əmrov Yemin qardaşın yoldaşı var, Sadık Osmanlı'nın yoldaşı var, Abdullah Evrez'in yoldaşı var, İnan Səmiyyətinə hər hansı bir tədbir olanda, mən bazıları dəvət ediləndə onlar çox şərəflə dururlar, baş
məsələn, gələcək, iştirak edəcək. Bakıda olan şəhid yoldaşları var. Məsələn, Əhmədov Mahmudun yoldaşı var. Deyir, atan, 500 kilometr yoldur, uzaq yoldur, gəlmə, niyə bilməzsiniz? Bizim şəhidin adından çəkilmə yerə mən mütləq gələcəm. Siz bizi dəvət edin. Onlar gəlirlər. Eləcə də yerdə olan Namazov Mahmudun yoldaşılar, bir yerləşən yoldaşılar. Hər tədbirdə onlar bizim yanımızdadır. Onlar bizim yanımızdasa deməli, öz şəhid, həyat yoldaşlarının ruhuna sahibdirlər. Allah o bacıları qorusun. Allah onların evlatlarını qorusun. Həqiqətən onlar yaşamalıdır ki, bu cür balalar boya çatsın, xalqımıza, millətimizə yararlı evlatlar olsun. Ən vacib şəhid valideynlərinə Allahdan səbir diləyirəm, dözüm diləyirəm, sizlərə möhkəm can sağlığı arzulayıram ki, bu böyük, bu nəvələri mənim sürəyə çatdırın. Allah sizləri qorusun və bütün burada iştirak edən cəmiyyət sədrləri var. Mən sizlərə, hər bizlə kollektiv var, Qarançanı kəndindən, kənd cəmiyyəti gəlirdir. Bütün bu tədbirdə iştirak edən yoldaşların hər birinə öz minnətdarlığı bildirirəm. Çox sağ olun, var olun. Sağ olun. Qeyd edeyim ki, Vəli Mustafa Zadə 2023-cü il lokal xarakterli anti-terror əməliyyatının şəhididir, hansı ki, suverenliğimizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasında böyük şücaətlə döyüş. Ümumiyyətlə, bütün şəhidlərimiz döyüşlərdə öz şücaəti və cəsurluğu ilə seçilir. Mən bu məqamda Ulu Öndər Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm. Ümumillidir, deyir ki, biz azadıq, biz üstəlirik. Biz özümüz, öz tarihimizin sahibiyik. Biz heç kimin asılı deyilik. Bəli, bu ümumilli liderin illər öncə səsləndirdiyi bu fikirlər bugün bütün şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində öz təsdiqini tapır. Çünki biz bugün qalib xalqıq, özümüz, öz tarihimizin sahibiyik və beynəlxalq aləmdə söz sahibiyik. İndi növbəti çıxışımızı dinləyəcəyik. Deməli, İzahid Hacıyev, Əfqanistan Hərbi Veteranlar İctimai Birliyinin Ağstafaranın filialının sədri. Qısaca İzahid Hacıyev'də çıxışını dinləyəcəyik, daha sonra davam edəcəyik. İlk növbədə şəhid ailələrini, tədbiri yer bəyanət edilir. Tədbirə təşkilatı dəstək verdiyinə görə Ağstafaranın icra etməsindən bütün iştirakçılara özlərinin minnətdarlığını bildirirlər. Çünki bu cür tədbirlərin mütəmadi həyata keçirilməsi bizim kəndçilərimizdə vətənpərvər ruhunun özünə inamı artırır. Şəhidlərimiz öz şəhidlik zirvəsinə ucalmaqla, öz qanlarını vətən torpağında törməklə işğalda olan ərazilərimizi işğaldan azad etkilərinə görə bir millət olaraq, dövlət olaraq bizim başımızı ucu elər. Bu günləri 20-ci ilə qədər bir Azərbaycan var idi. Lakin bu qələbədən sonra 20-ci ildən sonra Azərbaycan regionunda sülhün təminatçısı kimi çıxış edir və Cənubi Qafqazda böyük güc sahibidir. Mən bir məsələyə toxunmaq istəyirəm. Həmişə evladı valideyninə görə tanıyırlar. Bu günləri şəhid valideynlərinin başı ucadır ki, onları şəhid valideynləri kimi tanıyırlar. Və bütün şəhidlərin qarşısında, onların valideynlərinin qarşısında baş əyirəm ki, vətənə, dövlətə bu cür evlad yetişdirdilər. Hər bir şəhidin elə bir onların xatirələrini vərəqləndirdikcə, hər bir şəhidin taleyi kanun tərəfindən yazılmış kimi qeyd olunmalıdır. Çünki şəhidlik elə bir zirvədir, bunlar ölmüklər tarixi yaşayırlar və günlərdə bizim bura toplaşmaqda əsas məram məqsədimiz odur ki, şəhidlərimizin əziz xatirəsini yad edək və onları yaşatmaq bizim bir millət olaraq, bir vətəndaş olaraq mənim borcumuz olmalıdır. Bir daha şəhidimizə və onun sevgilisinə Allahdan rəhmət diləyirəm. Yerlər cənnət məkan olsunlar və onların valideynlərinə də can sağlığı, belə qürurlu olsunlar, başları fikir olsunlar. Bunlar bizim hamımızın ərzimizdir. Bir ömür boyu biz şəhidlərimizə, onların valideynlərinə minnətdar olsunlar.
sağ olun. Çıxış günü minnətdarlığımızı bildirdik. Bəli, bugün bütün şəhidlərimizin ruhu şaddır. Bütün şəhidlərimiz Azərbaycan xalqının qəlbində, qürurunda yaşayıb və yaşayacaq. Çıxış üçün söz verilir Ceyhun Əliyev. Qarabağ əlillərinə qayıtlı İctimai Birliyinin Ağstafarovun İranın sədri. Buyurun Ceyhun Əliyev. Mən də hamı dərviş salamlayıram. Öz növbəndə birliğimizi varlığa buradayam. Allah şəhidlərimizə rəhmət eləsin deyirəm. Biraz məstəyə qalmışdır, səsim bitsin. Qazilərimizə can sağlığı verir. Şəhidlərimiz, qazilərimiz əsr qəhrəmanlarıdır. Mən deyim, dünyada hələ belə bir ordu yox, çünki 44 gündə vətən torpağı azad eləsin. Onu yazırlar, danışırlar, hamılar. Biz də qüruruz geçmiş hədisilər. Mən nə deyim? Allah rəhmət eləsin, vəliyyəm arzulayım. Mən 1990-cı 20 yanvarda İlhamla Fərizənin bəhrində iştirak eləmişim. Və həmin hadisələrdə iştirak eləmişim. Və bu günlərdə burada çıxış eləmək mənə nəsil olurkən üstündə nə qədər vaxt getir və vəlili və arzunun bəhrində iştirak eləmişim. Mən xanıma təşəkkür edirəm və rəhbərinə təşəkkür edirəm ki, belə bir tədbir getirir və çox sağ olun edirəm. Allah bütün şəhərlərimizə rəhmət eləsin. Bir də bir şey vurğulayım ki, həmin arzunun dəxilini təşkil edirəm Qazaq Eyliyyə Cəmiyyətinin sədri İlham Pirməmmədova təşəkkür edirəm. Onu onlar təşkil eləməyəm, yanında çıxartma olmaz. Xahiş edirəm bir almışlığa edirəm Pirməmmədova. Çox sağ olun. O nazarından tabi olun. Sizə təşəkkür edirəm. İnasınlar qədər belə verişlər bütün şəhidlərimiz üçün olsun. Və bu sevgililer günündə anası həqiqətəndə arzu qəhrəmanı verir. Və gələcək nəslədir örnek düz iqtidar olmaz. Ancaq belə bir sevgili örneği. Çox sağ olun, təşəkkür ederim. Bugünkü tədbirdə Sədaqətin Sükutu adlı tədbirdə bizim şəhid ailələrimiz iştirak edir. Qarşımızda var şəhid imkanımız. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin və buradakı şəhid ailələri adından bizim şəhid anamız, ailəmizin anamız çıxış edir. Mən də ilk növbədə buraya yığışan tüm insanlarımızı, tüm vətəndaşlarımızı salamlayıram. Şəhid anasına, şəhid atasına. Allah səbir gözün versin. Birinci Ağstafanın icra partisi Seymur Orucova və bizə qayğı göstərən həmişə Ariz mənim sizə özlərinin təşəkkürümüzü bildiririk. Həmişə şəhid ailələrinin, qazi veteranların yanında olursunuz. Allah sizdən birənin razı olsun. Mən Vəli balamında, Arzu balamında, dəfnində həmişə iştirak eləmişəm. Allah elə sevgini heç bir vaxt unutturmaz. Vəli balamda, Arzu balamda, Fərizə balamda, İlham balamda. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən şəhid Rəşadə Turbeyni Əhməd Mahmud Fərmanoğlu'nun anasıyam. Mən fəxr edirəm ki, mən Mahmud anasıyam. Mən fəxr edirəm ki, mən evimdə bəsləyib böyütdüyüm, süd verdiyim bir qəhrəmanın anasıyam. Arzu edirəm ki, həmişə Azərbaycan torpağı bayrağı ucalarda dalğalansın. Heç bir vaxt biz yaşamışıq, heç kim belə acını yaşamasın. Allah sizdən razı olsun, şəhidlərimizin yeri cənnət məkan olsun. Allah ailələrinə səbir dözüm versin.
Başka iş ne bilmirəm. Benim Mahmud'umun 2 evladı var. 2 kızı var. Bir kızının yüzünü görür, ikinci kızının yüzünü görür. İnanırsınız Allah'ın adına and olsun ki o birinci kız atasından 5 yaşlıydı. İkinci kız atasının yüzünü görmürdü. Siz təsəvvür edin. Mənim o nəvəm atasını mezarına kaçan biri kaçır ki deyir olar mı ben burada yatan atamdan söhbət edirəm. İnan Allah'ına indi gələsinlər Avqustun ikisi Mahmudun ad günüsüdür. İnan Allah'ına atası yatdığı yeri, yani bir dəfə deyilir ki Mahmud gibi bu otaqda yatır. İminavır gedib atası yatdığı otaqda yatır. Krafat bilməyəm atam mənlə burada yatır. Təəssüflər olsun ki hiç Mahmudun yüzünü görmüyor. Hiçbir aileye, hiçbir ata anaya evlat dağı verməsin. Həmişə ailələrinin üstündə olsun, balaları öz ailələrinin üstündə, ailələr də öz balalarının üstündə hiçbir vaxt əski olmazdı. Sizə səbir gözüm diləyirəm. Gecə yoxsuz gecələriniz olur. Saat 2'ye kim yatırır, 2'den sonra 5'te benim işe gideceğim. Koy girce çıkır, yuhu alalım. Bilmeri telefona bakıp değil, sesi çıkır. Bilmeri diyelim ya Rabbi, balam beni barıştırmak istiyorum, döşede yatıram. Sen o suyun mezarına oturmakta çıkıyorsun balam. Beni barıştır. Allah sabır versin. Allah sabır versin. Bütün şehit analarına, şehit atalarına Allah sabır versin. Devam ettirdik ve geldik ki bugün Vəli 2 arzusuna qovuşur. Vətən torpağının azadlığı, bir də sevgisi arzuya. Və bütün şəhidlərimizin sayəsində bugün Qarabağ azaddır, Xankəndi azaddır. Bugün Qarabağda öz çörəyimizin ətri gəlir, öz işarımız yanır. Bugün biz dünyada qalib xalq kimi tanırıq və bugün Qazaxın 4 kəndi işğaldan azaddır. Bütün bunlar hamısı şəhidlərimizin sayəsindədir və bu da bizə təsəllidir. Çünki biz zəfər qazanmışıq. Bir daha bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik. Diqqətinizə və iştirakınıza görə minnətdarlığımızı bildirik.